Avropa çempionu və dünya ikincisi olan idmançımız bu yaxınlarda bir söhbət edib və orada həm idmana necə gəldiyini danışıb, həm də 2025-ci ilə yekun vurub. Gəlin birinci məqama baxaq. Onun idmana başlaması, yəni heç də adi olmayıb. Bilirsiniz, Dadaşbəyli ağır atletikaya cəmi 6 yaşında başlayıb. Bəli, 6 yaşında. Səbəbi isə deyəsən çox sadədir. Yaşadığı Qobustanda o vaxtlar başqa idman növü üçün demək olar ki, heç bir şərait yox imiş. Elə buna görə də məşqçisi onun potensialını görüb və deyib ki, səndən əla idmançı çıxacaq. İndi isə keçək ikinci məqama. Söhbət təkcə onun şəxsi uğrundan getmir. Dadaşbəyli 2025-ci ili Azərbaycan idmanı üçün sözün əsl mənasında möhtəşəm bir il sayır. Deyir ki, baxın, medalların sayı, xüsusilə də qızılların sayı əvvəlki illərdən qat-qat çoxdur və ümid edir ki, bu il nəticələr daha da yaxşı olacaq. Bir sözlə, bu hekayə həm şəraitin bir idmançının taleyini necə dəyişə biləcəyini, həm də Azərbaycan idmanının yüksəlişdə olduğunu çox aydın göstərir.